Məhəbbət olmasa bu dünya yaranmazdı. Allah Teala Adəm Peyğəmbərə cənnətdə yer verdi, məkan verdi. Ancaq orada tək yaşaya bilmədi. Cənnətin bütün meyvələrindən yedi, yaşadı. Ancaq darıxdığı günlərin bir günü dedi, ya Rabbi, mən burada tək darıxıram. Və Allah onu başa düşdü, Adəm Peyğəmbərin qabırğasından Havva nənəmizi yaratdı. Və o məhəbbətin nəticəsində indiki nəsil, bütün kainat yarandı. Əlbəttə Allahın məqsədi burada insanları yaratmaq idi, məhəbbətdən.